Bax, belə bir möhtəşəm Chevrolet var. Yəni K1500-lü kustomdur, Silverado'dur. Tam bu tərəf tam, qabaq tam hazır. 38 min yürüyüşü var, 2023'dür. 2.7 motorda, 18 min manat gömrüyə torpaq bastı nömrəli təxmini o qiymət çıxacaq. Yəni CMC-də o qiymət çıxır. Bu hissəsi də salamatdır, qabaq qırıla düzələcək. Maşına bir dənə qapı lazımdır. Qardaş, bir dənə qapı. Gəlin salonuna baxaq. Baba, bu hissəni də göstərim sizə. Bu hissədə, yəni buralar zaten hamısı sağlam. Stolka bu tərəf sağlam, hamısı 23 pirka kimidir. Birka kimi düşəcək Azərbaycana. Bu bunun VIN kodu. Çox qəşəng maşında deyim. 2 dənə yuxarı ayrı bax. 2 dənə yuxarı, bir də sicenik. Deməli, xətt izləmə, sönüb xodlanma, start stop. Bax, belə bir Silverado'dur. Həqiqətən möhtəşəm bir şeydir. Qabaqdan da belə cəngavər oldu. Qapıdakı boş qapı alınacaq. Bir də burada zədəsi var. Bu da boş şeydir, neysə bir sözlə. Əsas alınacaq elə bir böyük bir şey yoxdur. Bir qapı, boş qapı alınsa 360-a can varıdır. Bu nədir? Bu bilmirəm nədir, yəqin işıqdır. Belə bir Silverado. Bunu alandakı qardaş bir dənə arxasına da jalüs tikirsən, bir dənə də bagaj o günkü Tundra kimi olur, dəyişər. Əsl karavanın malıdır. Padnoşkası da var.